Gənclər arasında 2010-cu ildə dünya birinciliyinin iştirakçısı olub. Bakıda Sərhəd İdman Olimpiya mərkəzində keçirilən yarışda düzdür. Həmin yarışda mükafatlar sahasına düşə bilməmişdi və onun rəqibi Aqil Quliyevdir, Qızıl Əlcək klubunun nümayəndəsi. Baxaq görək ki, bu görüş necə yekunlaşacaq. Boyca Aqil Quliyev rəqibindən hündürdür. Yəni, belə bir onun üstünlüyü var və məsafədə döyüşə bilər. Qolları rəqibdən uzundur və bu amildən indi görək Aqil Quliyev nə dərəcədə yararlana biləcək. Kamal Baxşəliyan qardaşı da boksla məşğuldur, o da gənclərdən ibarət komandalarımızın heyətində çıxış edib. Bu çəki dərəcəsində təbii ki, bu gün növbəti mərhələyə Məsiyə qazansa Kamal Baxşəliyev Şaban Şahbələngəv olunur. Bu yetir böyük maraq doğurur. Eləcə də 60 kg çəki dərəcəsində iki mərhələdən azad olan bu çəki dərəcəsinin birinci nömrəsi Elfin İsayevdir. Hələ ki, iki mərhələnin döyüşləri gedir və təbii ki, qarşıda da maraqlı görüşlər olacaq. O da ki, indidən kimin aşkar favorit olduğunu, kimin bu çəkidə qalib gələcəyini güman etməyə bir qədər tez olardı. Referi döyüş saxladı, buna səbəb Aqil Quliyevin məşqçisi onun geyimini qaydaya salacaq və yenidən Aqil Quliyev ringə qayıdır. Olsa ringdədir o, ringin mərkəzinə doğru gəlib döyüşü davam etdirəcək. Demək ki, idmançılarından heç birinin zərbəsi istənilən kimi effektli alınmır, dəqiq alınmır. Ki, Aqil Quliyevin də yumruqları çox Kamal Baxşəliyev əlcəyinə dəyir. Amma Kamal Baxşəliyev özü də hələ ki, istənilən kimi rəqibə dəqiq və tutarlı zərbələr endirə bilməyib. Və 2 raund başa çatdı. Birinci raund yekunlaşır. 60 kg çəki dərəcəsindən mübarizə aparan boksçular Aqil Quliyev və Kamal Baxşəliyev arasında olan döyüş izləməkdəyik. Bir iki saat sonra ikinci raund başlayacaq. Aqil Quliyev və Kamal Baxşəliyev arasında olan döyüş izləyirik. Birinci raund bərabər səviyyədə keçdi. İdmançılardan hər hansı birinin aşkar üstünlüyü nəzərə çarpmadı. Həm də birinci raundda zərbələr də istənilən kimi dəqiq olmadı boksçularda. Görək ikinci raund necə olacaq.
Kamal fikir verirsə, Quliyev boyca rəqibinə xeyli hündürdür və ona görə məsafə saxlayır, məsafədə vuruşur. Kamal Baxşəliyevin ona yaxın gəlməsinə imkan vermir. Baxşəliyev isə məcburdur ki, bu cür fiziki quruluşuna görə, yəni yaxın məsafədə döyüş seçsin. Ona görə də o üzünü qoruyaraq rəqibə doğru yaxınlaşır və indi ringin kənarında qüvvətli zərbələr ona vurmağa müvəffəq oldu və daha bir sol ayla yaxşı zərbəsi qeydə alındı Baxşəliyevin. Daha bir sol ayla yaxşı zərbə. İkinci raundda artıq Baxşəliyev üstünlüyünü artırmağa başlayır. İkinci raundda biz Kamran Baxşəliyevin daha üstün döyüş nümayiş etdirməsinin şahidi oluruq. Yenidən o rəqibin üzərinə gedər, ancaq bu dəfə Akil Quliyev çətin vəziyyətdən çıxmağı bacardı. Yenidən rəqibin üzərinə gedir Baxşəliyev və onun qarın boşluğuna doğru daha bir qüvvətli zərbə vurdu. Bu cür zərbələrin nəticəsində o rəqibini vaxtdan əvvəl knockdownla da məğlub edə bilər. İndi daha bir zərbə ondan digər rəqibinə doğru. Və budur, knockdown indi qeydə alınır və referi 8-ə kimi saymalıdır həmin müddətdə. Baxaq görək, Akil Quliyev özünə gəlir və döyüşü davam etdirəcək. Artıq ikinci raundda Kamran Baxşəliyev rəqibini knockdownla saldı. Yenidən rəqibin qarın boşluğuna doğru qüvvətli zərbə indirdi Baxşəliyev və ikinci raund açıq Kamran Baxşəliyevin üstünlük şəraitini keçdi. O, ikinci raundda rəqibindən birbaş üstün döyüş nümayiş etdirdi. Görək, həll edici üçüncü raundu necə olacaq? Reykjavik üçüncü raund başladı Akil Quliyev və Kamran Baxşəliyev arasında olan döyüşdə və ikinci raundda rəqibini bir dəfə knockdown'a saldı Kamran Baxşəliyev. Görək üçüncü raundu necə keçirəcək. Hələ ki Akil Quliyevin zərbələrini qarşılamağa çalışır o və təbii ki yaxın getməyə cəhd göstərir. Akil Quliyev boyca hündür olduğundan, qolları uzun olduğundan Baxşəliyevin ona çox da yaxın gəlməsinə imkan vermir. İndi daha bir qüvvətli zərbə Baxşəliyevdən və növbəti knockdown qeydə alındı. O referi ikinci knockdownu qeydə alır. Bu döyüşdə artıq üçüncü raunda təsadüf etdi. Digər knockdown ikinci raundda qeydə alınmışdı. Yenidən Akil Quliyevin kimi qaydaya salınmalıdır və bundan sonra bu idmançı döyüşü davam etdirəcək.
Baxşəliyev isə rəqibinin üzərinə gedir və sanki vaxtından əvvəl qələbə qazanmağa çalışır. İndi refer ona bildirir ki, əli ilə rəqibi itələmək olmaz. Daha bir yaxşı zərbə, sağ əllə, amma açıq əllə zərbə idi. Buna yox, hakim Kamran Baxşəliyev döyüş saxlayaraq bunu nöqsan tutdu. Növbəti dəfə rəqibinin üzərinə gedir Baxşəliyev və yaxın məsafədən daha bir qüvvətli zərbə, amma bu dəfə də açıq əllə vurulmuşdu zərbə. Bu görüşdə artıq 3-cü raundun sonlarına yaxınlaşırıq. Kamran Baxşəliyev demək olar ki, qələbə qazanır. Əgər qeyri-adi bir hadisə baş verməsə 3-cü raundda və knockdown, daha doğrusu knockout qeyd alınmasa, Aqil Quliyev tərəfindən Kamran Baxşəliyev yəqin ki, bu görüşün qalibi olacaq. Beləliklə, döyüş yekunlaşdı, 3-cü raund başa çatdı. Və 2 dəfə rəqibini bu görüşdə knockdown saldı. Kamran Baxşəliyev 60 kg çəki dərəcəsindən mübarizə aparan bu boksçu. Çox güman ki, o da elə döyüşün qalibi elan olunacaq. Bəli, Kamran Baxşəliyev bu görüşdə qələbə qazanır və növbəti mərhələyə vəsiqə əldə edir. O 62 kg çəki dərəcəsində öz döyüşünü qələbə ilə başa vurur. İndi isə biz bu çəkidə daha bir döyüş izləyəcəyik. Elnur Əliyev Lənkəran nümayəndəsi Ramal Yusifzadə ilə masallı idmançısı ilə qarşılaşacaq. 60 kg çəki dərəcəsində olan döyüş indi sizə təqdim olacaq.